Bugün artıq demək olar ki, danışıqlar prosesinə xitam verilib. Əfsuslar olsun ki, baxmayaraq ki, bölgənin aparıcı dövlətləri, Ərəb ölkələri, ilk öncə Səudi Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Misir, Yordaniya, Oman, Kuveyt, Bahreyn, onların fikri konsensus şəkildə idi. Danışıqlar yolu ilə həmin bu, belə deyək, nüvə proqramı, İranın nüvə proqramı, İranın proksi qüvvələrinin artıq ölkələrdən çıxarılması, raket balistik proqramının həlli və digər məsələlər danışıq yolu ilə həll olunmalıydı. O cümlədən Türkiyənin böyük rolu, digər tərəfdən Azərbaycanın, İslam dünyası, Türk dünyası, Pakistanın və digər ölkələr çalışırdı ki, həqiqətən də bu məsələ danışıq yolu ilə həll olunsun. Bugün artıq demək olar ki, bu artıq mümkün deyil. Artıq güc yolu ilə bütün saldaladığım, yuxarıda dediyim məsələlər yalnız və yalnız güc yolu ilə həllini tapmalıdır. Üçüncü məsələ, Donald Trump'ın dediyi üç yaxşı bir namizədləri var. Artıq demək olar ki, nə Azərbaycanlılar, İranın Azərbaycanlıları 35 milyondan çox olan böyük bir qüvvə, Kürdlər 10 milyona yaxın, Ərəblər 5 milyona yaxın, 3-4 milyona yaxın, belə deyək, bəlücülər heç bir namizədi qəbul edəsi deyirlər. Bu qeyri-mümkündür. Bəlücülərin öz namizədi var, öz dövlətləri, hansını ki, onlar qurmaq istəyir. Özü də həm İran ərazisində, Pakistan ərazisində və Əfqanistan ərazisində. Kürdlər, bu yaxın günlərdə onlar 5 təşkilat, hərbi, siyasi birləşmələr, alyans yaradıbdır. O cümlədən Komala siyasi partiyası da orada daxil olub və onların konkret məqsədi var. Hakimiyyət dirilməlidir və Şərqi Kürdistanda dövlət yaranmalıdır. Şərqi Kürdistan bu İranın ərazisində olan bir ərazidir. Sözsüz ki, bu qəbul olunmazdır. Nə Türkiyə üçün, nə Suriya üçün, nə İraqın özü üçün. Deməli, kim qəbul edəcək o üç namizədi? Azərbaycanlılar üçün namizəd var. Bu Məsud Pezeşkiyandır. İranın prezidenti, bugünkü prezident yalnız və yalnız Məsud Pezeşkiyan, İranın rəhbəri, mən demirəm İslam Respublikası, bu vacib bir məsələdir. Vacib məsələ İranı saxlamaqdır. İran dövlətini saxlamaqdır. Hansını ki, son 500-600 il ərzində həmin dövlətin qurulmasında məhz Azərbaycanlılar böyük rol oynayır. 1501-ci ildə Azərbaycan dili bu dövlətin dövlət dili kimi qəbul edilib. Və bütün hakimiyyətlər, Qacarlar, onlardan qabaq Səfəvilər, onlara Səlcüklər və digərləri bu dövləti quran onlardır. Azəri Türklərdir. Necə kimsə, hardansa kimisə paraşütdə endirə biləcək həmin o adamı, o cümlədən də Pəhləvi sülaləsini. Onu qəbul edən yoxdur. Mən fars dilini bilən adam kimi danışıram, oxuyuram və s. və layiqlə oxuyuram, baxıram, eşidirəm, danışıram və Azərbaycanlıların fikri qətidir. Heç bir Pəhləvi, heç bir kimsə yalnız yaxşı halda, digər halda əgər vətəndaş müharibəsi başlasa, əgər məzhəblər müharibəsi başlasa, əgər digər müharibələr başlasa, digər dövlətlərin iştirakı ilə, sözsüz ki, həmin bu məsələdə Azərbaycanla Türkiyə məcburiyyət qarşısında belə deyək, addımlar atmalıdır. Çünki sözsüz, əgər
dövlət heç kəsə lazım olmasa, heç bir quruma, heç bir qruplaşmalara, onda Azərbaycanlı, yəni Azərilərimiz, Türk qardaşlarımız, Güney Azərbaycanlarımız, onlar öz addımını atmalı olacaqlar. Və mən belə fikirdəyim ki, silahlı qüvvələrin bir çox zabiti, əskəri və s. həmin bu məsələdə Güney Azərbaycanı dəstək edəcək, çünki onlar Azərbaycanlıdır. Silahlı qüvvələrin içində çoxlu Azərbaycanlı var. Məhz buna görə yəni Azərbaycanlılar həmişə dövlət yönlü bir etnik qrup olub. Dövlət yönlü bir qüvvə olub. Ayətullah Xomeynin hakimiyyətə gəlməsində də Azərbaycanlılar öz rolunu oynamışdı, yeri gəlmişdi. Pəhləvinin devrilməsində də məhz Azərbaycanlıların yumruğu, yəni istifadə olunmuşdu. Ona görə Azərbaycanlılar bugün məhz ona görə yəni gözləmə mövqeyidən çıxış edirlər ki, Azərbaycanlılar dövləti dağıtmaq istəmirlər, dövləti qorumaq istəyirlər. Min illərlə tarixi, yazılan tarixi, Azərbaycanın yazdığı tarixi necə bir gün ərzində dağıtmaq, məhv etmək. Ona görə məncə bugün əsas məsələlərdən ən əsas məsələ sabahki gedişlər nə olacaq? Sabahın günü nə ilə açılmalıdır və nə ilə nəticələnməlidir? Əfsuslar olsun ki, bir çox oyuncular bugünkü günlə yaşayırlar. Düzdür, İranın qüvvəsi, texnoloji nöqteyi nəzərdən qat-qat zəifdir. 2-3-4 həftə ərzində əgər bu müharibə davam etsə, sözsüz ki, onların gücü, yəni mən deyirəm, İranın yəni silahlı qüvvələr və Sepahı nəzərdə tuturam, top gətirməzlər. Amma digər tərəfdən ABŞ öz qoru-quru qoşununu İrana yönətmək fikrində deyil və artıq deyilib ki, həmin bu quru qoşun şəklində məhz orada yaşayanlar bu funksiyanı daşıyırlar və bu missiyanı həyata keçirməlidirlər. Deməli, bu nə deməkdir? Bu deməkdir ki, Kürdlər, Ərəblər, Bəlüclər, Azərbaycanlılar, bütün etnik qruplar ayağa qalxmalıdırlar və üsyan etməlidirlər və kimin naminə? Hansı dövlətin naminə, hansı maraqların naminə? Heç bir maraq, o dövlətlərin marağı onlar üçün önəmli ola bilməz. Onların marağı iki ola bilər. Ya dövlət qalmalıdır, yox, əgər qalmırsa, deməli, hər bir qrup öz gələcəyini özü formalaşdıracaq.